Azərbaycan Dövlət Dəniz Akademiyasının 2-ci kurs tələbəsiyəm. Mən Quliyet Daşqın, Azərbaycan Dövlət Dəniz Akademiyasının 3-cü kurs tələbəsiyəm. Bu robotun adı Mega Sumo robotudur. Yaponiyada olan sumo güləşi döyüşünə əsaslanıb. Yəni 2 robot olur. Bir robot digərini dəf edərsə qazanan robot o olur. Mega Sumo robotu hazırlanarkən 2 hissədən ibarətdir. Mexaniki hissə və kodlaşdırma hissəsi. Kodlaşdırma hissəsi Arduino IDE vasitəsilə və C++ proqramlaşdırma dili vasitəsilə hazırlanır. Bu mexaniki hissədə isə gördüyümüz kimi yonma prosesi, detalların hazırlanma prosesi və yığılma prosesi, mühərriklərin yığılma, təkərlərin qoyma prosesi həyata keçirilir. Fərid müəllim bizə həm mexaniki hissədə, həm də ki, proqramlaşdırma hissəsində köməklik göstərib. Yonma prosesində bizə nəyi necə eləməyimizi yol göstərmişdik. Həmçində proqramlaşdırma hissəsində olan sensorlara yazılan kodları da onun kömək vasitəsilə biz öyrənmişik. Elektronika hissəsinə keçdikdə isə biz Arduino proqramı vasitəsilə bizdə mövcud olan 6 sensora hər birinə ayrı-ayrılıqda proqram yazmışıq və həmçinin elektrik hissəsinə gəldikdə isə gördüyümüz bu motorun bu hissəsini bir-birinə lehimləyərək biz burada mühərrikin təkərə fırlanma sürətini ötürməsini təmin edirik. Deməli, burada uşaqlar yarış qaydalarına uyğun olması üçün həm ölçü, həm qram baxımından komponentləri düzgün seçmişdir ki, həmin o qram limitlərini keçməsinlər və ölçü limitlərini keçməsinlər. Bu zamanda uşaqlar normal istifadə edəcək komponentlərin əvəzləricisi olan fərqli elektron komponentləri kəşf edir, onları istifadə edir və bunu tətbiq edir robotun istifadəsində. Robototexnika ixtisasını dənizçiliyə bağlasaq, əsasən dənizçilikdə biz bu yenilik, inkişafı görə bilərik ki, uzaqdan idarə etmə naviqasiya cihazlarında istifadə oluna bilər, həmçinin gəmilərin tam avtomatik istifadə edilməsində də böyük rol oynaya bilər. Bu müsabiqədə bizə dəstək olduğuna görə ASKO və ASKO rəhbərliyinə dərin təşəkkürlərimizi bildiririk. Həmçinin bizə etimad göstərdiyinə görə Azərbaycan Dövlət Dəniz Akademiyasına və rəhbərliyə dərin təşəkkürlərimizi bildiririk.